Özeti gibi hani kısaca neler konuşuldu hemen üzerinden bir geçip hani en azından bir şekillenmesi adına. Birinci session'da Halil İbrahim hocamız özellikle tip təhsilinin çərçivəsi ve strukturun qurulması, ihtiyaçların müəyyənləşdirilməsi, xüsusilə çox önemli tələbənin öğrenme ihtiyacına göre bir planlanmanın qurulmasından danıştı. Aktiv ve integrativ öğrenmeden bəhs elədi, xüsusilə ixtisaslar arası öğrenmenin öneminden bəhs elədi və çərçivələr və planlamalardan və təbii ki məşhur yenə Kernin modelindən bəhs etdik kısaca. İskəndər hocamız standartlardan bəhs elədi, xüsusilə standartların qızıl qaydalarından, elmi və etik çərçivəsindən, xüsusilə qlobal və yerli dinamikaların nəzərə alınıb bir-biri ilə integrativ şəkildə sistemləşməsinin önəmindən bəhs elədi. Ümumdünya Tibb Təhsili Federasiyasının standartlarının detallarından danışdı və təbii ki akreditasiya prosesindən bəhs elədi. Hakan hocamız xüsusilə tibb təhsilində texnoloji bacarıqların inkişaf edilməsinin önəmi, non-kommunikativ kronik xəstəliklərin profilaktikası və bunun tibb təhsilinə ön planda alınması və adaptasiyası, xüsusilə bu 4 mərhələli bioloji lifestyle medicine və public health və qlobal sağlamlıqla əlaqəli önəmli mesajlar verdi. Bir Next Generation University platformunun əslində mən də ilk dəfə duydum, önemli bir form olduğunu vurguladı. Xüsusilə tibb tələbələrinin təhsildə daha alt siniflərə tədris verməyinə əlaqəli önəmli mesajlar verdi. Həkimlərin və tibb bacılarının özlərinin sağlamlığının önəmindən bəhs etdi. Dəyərlərin xüsusilə diskussiya olunması, sonra sistemin müəyyənləşdirilməsi, tədris materiallar qiymətləndirmənin elektronlaşdırılması bundan əlaqəli mesajlar verdi. Və xüsusilə birinci kursda tibbin həm elmi təməlinin, həm klinik təməlinin, həm sosial mövzularının və bundan əlaqəli bu clinical thinking, reasoning məsələlərindən bəhs elədi. Equifer mi hocam? Nasıl okunuyor? Equifer. Programından və özellikle istəyənə də bir ilk sinifdən etibarən research track, bir araştırma trackinin olduğunu vurguladı. Samir müəllim Babayev bölgə və klinikanın təqdimatı, fakültənin strukturu və təhsil strategiyaları və proqramın tədris istiqamətləri. Üçüncü sessiya, ikinci turdur. Şenay Hoca xüsusilə tibb bacılığı nüvə tədris proqramı deyəcəyimiz çeşidək eğitim proqramının detallarından çox yormamaq üçün qısa-qısa keçirəm. Gülşah xanım Azərbaycanda tibb bacılığı təhsili və qanunvericiliyindən bəhs elədi. Yeşim hanım Türkiyə Milli Nüvə Tədris Proqramı üstündə fikirlərini bildirdi. Samir müəllim çox şeydən danışdı, cavabdı, amma əsas bizlə məzun kompetensiyaları və qruplarla işdə də ümumi xülasə olaraq mənim qeydlərimdə həm tibb bacılıq komitəsi əlaqəli geniş bir brainstorming, tibb təhsilinə əlaqəli rolların xüsusilə tərif edilməsi, bilgi, bacarıq və yanaşmanın formalaşması və xüsusilə bölgənin əhəmiyyətinə görə yetişən tələbələrin dünya insanlığına daha əsas yanaşacağının vurgulanması deyildi və son olaraq tibb tələbəsinin bilgi ilə yanaşı elmi və ünsiyyət bacarıqlarına da sahib olması önəmlidir deyə mesaj verildi bugünün xülasəsi olaraq. Teşekkür ederim. Sanırım var mı diyecekleriniz? Sabahla əlaqəli bir xüsusi fikir yoxsa bitirirəm. Tamam. Akşam yemeğinde çalışmaya devam edin. Akşam yeməyində xüsusilə həmkarlarınızla əlaqəli qeydləri yanınızda götürün, çünki ilk sessiyadakı təqdimatlara davam edəcəyik. Bu yoğun bir gün üçün hər birinizə təşəkkürlər, enerjinizə təşəkkürlər. Sağ olun.